25-ci ilin yanvarından bütün Samsungistlər onu gözləyir desəm, yəqin ki, yanılmaram. Buyurun. Bu da Galaxy S25 Edge. 2 may 2025-ci ildə Samsung ultra nazik 5.8 mm korpusa və 6.7 inçlik AMOLED ekrana malik Galaxy S25 Edge smartfonunu təqdim etdi. Yeni məhsulun çəkisi 163 qramdır. Bu da Galaxy S25 Ultra və iPhone 16 Pro Max-dan müqayisədə daha yüngüldür. Titan çərçivəyə və Corning Gorilla Glass seramik 2-yə sahib olan device 6.6 inçlik ekran və 5.5 mm qalınlığa malik olacağı deyilən iPhone 17 Air ilə rəqabət aparmağa hazırlaşır. Galaxy S25 Edge iPhone 17 Air-də gözlənilən tək 48 megapiksellik moduldan fərqli olaraq 200 megapiksellik geniş bucaqlı və 12 megapiksellik ultra geniş modullu ikili kamera quruluşuna malikdir. Smartfon Qualcomm Snapdragon 8 Elite platformasında işləyir, təkmilləşdirilmiş soyutma sisteminə malikdir və təsvirin miqyası üçün Driving Assist, Audio Erase və ProScale, həmçinin Google Gemini daxil olmaqla süni intellekt xüsusiyyətlərindən dəstəkləyir. Smartfon 25 Watt zaryadkalı 3009 mAh akkumulyatora sahibdir. Galaxy S25 Edge üçün öncədən sifariş artıq Samsungun saytında açıqdır. 256 GB-lıq versiyanın başlanğıc qiyməti $1100-dır. Mayın 30-na qədər davam edən bir təklif var. 256 GB-lıq versiyanın alıcıları 512 GB pulsuz təkmilləşdirmə əldə edir.